1996 ya da 97-ci il idi. Prezident aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib. Bu sözləri ümummilli liderin fotoqrafı olmuş Rafiq Bağırov Yeni Sabaha müsahibəsində deyib. Heydər Əliyev telefonu götürüb Ramiz Mehdiyevə zəng elədi. Dedi ki, sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O məndən işləyir. Onunla işin olmasın deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Fotoqrafın sözlərinə görə Ramiz Mehdiyev həmin vaxt onun çox əsəbi qarşılayıb. Mənə dedi ki, sən niyə gedib məndən prezidentə şikayət eləmirsən? Şikayətin varsa özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz. Sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Və Bağırovun sözlərinə görə Ramiz Mehdiyev kinli adamdır. Kimləsə münaqişəsi oldusa daha doğrusu, ömrünün axırına kimi bunu unutmur. Nə etsən də kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin saxladı deyə belə bir açıqlama verib.